Salam dostlar, necəsiz? Mən Ceyhun İsmailov. Bu gün mən sizlərə past simple mövzusunu izah edəcəm. Yəni ki, keçmiş sadə zamanı. Bundan əvvəlki videolarda mən present zamanı, yəni indiki zamanların 4 mövzusunun hamısını izah elədim. Present simple, present perfect continuous, present perfect və hansı qaldı? Present simple, present perfect, present continuous və present perfect continuous. Aha. Bu 4 zamanın 4-ünü də mən sizə izah elədim. İndi isə artıq keçmiş zamana, past zamanların hamısını izah edəcəm. Və bu videoda isə past simple izah edirəm. Bəli, keçək izah. İlk olaraq past simple nədir? Buna baxaq. Əslində present simple-dan simple-a nəzərən bunun işlənmə anları daha konkretdə, yəni keçmişdə bir hadisə baş veribsə və bitibsə, indi ilə heç bir əlaqəsi yoxdursa artıq o hadisənin bu zaman past simple işlənir. İlk olaraq mən burada feilləri iki yerə böləcəm. Birinci ismi feillər, daha sonra isə fe'li feillər. Məsəl üçün, burada ismi feillərə nələr aiddir? To be. Tutaq ki, mən demək istəyirəm ki, mən bir şagirdəm. I am a student. Bu present simple-dadır. Burada am, is, are keçmişdə necə olur? Was, were şəklində. I-dır, he, she, it-dir. Bunlarda was işlənir. You, we, they. Bunlarda isə were işlənir. Məsəl üçün, bayaq dediyimi I'm a student. Bunu keçmişdə desəm mən necə olacaq? I was a student. I was a student 5 years ago. Məsəl üçün, you were a student, sonra they were a student. Bu şəkildə deyə bilərik. İndi isə keçək bunun inkarını necə düzəldiyinə. Dediyimiz kimi was, were işlədirik. İsmi feillərdə, yəni to be-nin açılışında. İnkar bəli necə olur? Was-dən sonra, məsəl üçün, cümlə necə olur? I was a teacher. I was a teacher. Mən müəllim idim. Məsəl üçün, 5 years ago. I was a teacher 5 years ago. Mən 5 il əvvəl müəllim idim. Müəllim işləyirdim. Hə, mən 5 il əvvəl müəllim işləmirdim desəm necə olacaq? Yəni müəllim deyildim mənasında daha doğrusu. I was not a teacher 5 years ago. Yəni ki, feillə, daha doğrusu was-dən sonra, was, were-dən sonra not hissəsi əlavə olunur. Bu qədər sadə. Məsəl üçün, belə bir cümlə deyim ki, the students were not prepared for the exam. Yəni, şagirdlər, tələbələr imtahan üçün hazır deyildilər. Were not oldu gördüyünüz kimi. Ya da ki, he was not a good student. He was not a good student. O yaxşı bir şagird deyildi. Burada were not-la was not-ın qısaltmaları da var. Weren't, weren't. Was not-dakı wasn't şəklində. Mən orada yəqin görürsünüz burada ekranda necə yazılır onlar. Bəli, inkarda bu şəkildə olur. Yəni wasn't da işlədə bilərsiniz orada, was not da işlədə bilərsiniz. Fərq yoxdur. Wasn't sadəcə qısaldılmış versiyasıdır. Yəni I wasn't a teacher, I was not a teacher. Eyni şeydir. Sadəcə biri qısaltmadır. İndi isə keçək bunun sual versiyasına. Sual versiyası da çox asandır. Məsəl üçün, yenə eyni cümləni deyim. I was a teacher. Was I a teacher? Sadəcə was bu əvvələ keçir. Bu qədər sadə. Was I a teacher? Were they teachers? Onlar müəllim idilər. Bu şəkildə. İndi isə gələk fe'li cümlələrə, yəni to be-yə yox da digər feillərə. Bunlar necə olur? Yəni artıq burada past simple-da işlədiriksə biz bu feilləri, yəni normal bildiyimiz mən getdim, mən qaçdım, mən oynadım bu tip feillər nəzərdə tuturam. Hə, bunlar artıq iki yerə bölünür. Necə? Biri qaydasız feillərdir, biri isə qaydalı feillərdir. İlk olaraq qaydalı feillərə baxaq. Qaydalı feillərin hamısında past simple-da əgər biz feili işlədiriksə, ed əlavə olunur. Yəni, məsələn, belə bir cümlə deyim ki, they worked a lot yesterday. Onlar dünən çoxlu işlədilər. Work, sonra ed əlavə olundu.
They worked a lot yesterday. It snowed yesterday. Burada da gördüyünüz kimi id əlavə olunur. Daha sonra belə bir cümlə deyim. The war ended in 1945. Müharibə 1945-ci ildə bitdi. Hadisə artıq bitdi. İndi ilə əlaqəsi yoxdur. Bu tip cümlələrdə past simple işlənir. Və işlənmə qaydası da, yəni id əlavə olunur. Məsələn üçün, ancaq d əlavə olunanlar da var. Tutaq ki, əgər feilin axırı sadəcə e hərfi ilə bitirsə, yəni bizim bildiyimiz i hərfi ilə bitirsə, bu zaman sadəcə d hərfi əlavə olunur. Məsələn, he gave me a pen. O mənə bir qələm verdi. Give. Axırda i səsi, yəni i hərfi var. Və bu zaman biz sadəcə d hərfini əlavə edirik. Bəzi feillərin isə axırına IED əlavə olunur. O hansı feillərə əlavə olunur? Belə feillərə, məsəl üçün, feilin axırına əgər bizim bildiyimiz y səsi varsa, y varsa, ondan sonra id əlavə olunacaqsa, y orada itir bir növ, yerinə I səsi gəlir. Yəni IED olur. Məsələn, fly sözünü götürər, I fly deyirəm, mən uçuram. Flight şəklində yazılır artıq. Yəni, qaydasız feillərində bu şəkildə düzəlir. Yəni 90%-də id əlavə olunur sadəcə. Bəzi istisnalar var. Mən dedim, əgər feilin axırı i səsi ilə bitirsə, bu zaman d əlavə olunur, sadəcə d əlavə olunur. Yox, əgər axırda y hərfi, y səsi varsa, y səsi varsa, bu zaman IED, y itir və d əlavə olunur. Və bir də qaydalı feillər var. Daha doğrusu qaydasız feillər var. Qaydasız feillərdə necə olur? Bunlar artıq kökdən dəyişir. Yəni feilin ikinci forması deyilir buna. Bir növ belə deyim də, məsələn, take sözü var ki, burada axır fikirləşərsiniz ki, indi axırda i səsi var. Bu zaman nə edək? Axıra d səsini, d hərfini əlavə eləyək və o şəkildə olsun. Amma artıq belə olmur, çünki onlar kökdən dəyişir. Yəni qaydaya uyğun hərəkət eləmir bir növ. Məsələn, bunları artıq siz əzbərləməlisiniz. Belə feilləri əzbərləməlisiniz. Məsələn, I take, I took olur artıq. Məsələn, go feili var ki, getməkdir. Burada qaydasız feil olduğu üçün burada feilin ikinci formasında işlənir və went olur. Go went də çevrilir artıq. I went. I go yerinə I went deyirəm. Yəni past simple işlətmiş oluram. Feilin ikinci formasında işlətmiş oluram. Bu feilləri artıq siz əzbərləməlisiniz. Çoxdur belə feil. Bunlar sadəcə, yəni bir qaydaya uyğun getmədiyinə görə sadəcə əzbərləməlisiniz bunlar. Bu qədər sadə. Aha. Deməli, izah elədim. Qaydalı feilləri izah elədim. Qaydasız feilləri izah elədim və to be-də bu feillər necə işlənir izah elədim. Deyəsən, sualı izah eləmədim bir dənə. Hə, feillərdə sualı izah eləmədim. Daha doğrusu, normal feillərdə mən inkarı izah eləmədim. Bunu da izah eləyim. Məsələn, mən deyirəm ki, I watched a foreign cartoon. Mən xarici bir, yəni multfilmə, çizgi filmə baxmışam. Burada I watched. İndi bunu mən inkarda işləsəm necə olacaq? Bu zaman did əlavə olunacaq. Elə bil did not. I did not watch a cartoon. Və did not əlavə olunandan sonra watch-dakı idi itəcək artıq. Elə bil o didə gəlmiş olur da. Məsələn, başqa bir cümlə deyim ki, it snowed. Dedim mən bayaq. Qar yağdı. It did not snow. Bu şəkildə olur. Bunun qısaltması da var, o didn't şəklindədir. Məsələn, belə bir cümlə deyirəm, I helped him. Mən ona kömək etdim. Bunu inkarda işlətsəm necə olar? I did not help him. Mən ona kömək etmədim. Ya da I didn't. Bu da qısaltmasıdır. Bayaq wasn't, weren't dedim. Eyni bu şəkildə. I didn't help him. Gördünüz, help-dəki idi itdi artıq. Aha, bunu sual şəklində desək necə olar? Bu zaman isə did əvvələ gəlir. Yəni subyektdən əvvələ gəlir mübtədadan. Məsələn, I helped him dedim. Burada did əvvələ gəlir. Did I help him? Mən ona kömək etdim.
Did you write your homework? Sən öz ev tapşırığını yazdın. Did əlavə olunandan sonra görəcəksiniz ki, yenə feildəki o keçmiş zamandakı id hissəsi ya da qaydasız feillərdə necə dəyişirsə, onlar itir əvvəlki halına qayıdır. Past simple halına qayıdır. Yəni to hissəsi atılan şəklinə də bu hala qayıdır. Bir də belə bir situasiyalar var ki, məsəl üçün keçmişdə əgər hadisələr ardıcıl şəkildə baş verirsə, bu zaman ancaq past simple işlədirik də. Yəni keçmişdə ardıcıl 3-4 dənə hadisə baş verirsə, mən otağa girdim, sumkamı götürdüm, çölə çıxdım məsəl üçün. Belə bir cümlə işlədirik və burada hamısı past simple işlənir. Məsələn, he took his bag and left the room. O çantasını götürdü və evi tərk etdi. Burada gördüyünüz kimi took oldu, yəni take olmadı. Çünki yəni dediyim kimi qaydasız feildir və bunlar artıq siz əzbərləməlisiniz. Yəni belə fikirləşin də feillərin hardasa 90%-i id ilə işlənir. Yerdə qalanlar isə qaydasızdır və bunları sadəcə siz əzbərləyərək öyrənə bilərsiniz. Bəli, ümid edirəm mövzunu anladınız. Əgər anlamadığınız hissələr oldusa, onu şərh bölməsində məndən soruşa bilərsiniz və sizə cavablandıracağam orada. Videonu əgər bəyəndinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.